Salam əziz izləyicilər, hər birini salamlayıram. Bu günləri biz 3-cü bölmənin, belə 3-cü fəslin 3-cü mətni ilə qarşınızdayıq. Yəni 3-cü bölmənin 3-cü fəsli ilə qarşınızdayıq. Burada ağıllı canlılar mətni ilə rastlaşırıq və bildiyimiz kimi bu mətin bizə qeyd olunduğu kimi qeyri-bədii mətindir. Qeyri-bədii mətin o deməkdir ki, yəni burada biz daha çox məlumat xarakterli yazıya rast gələcəyik. Belə deyək, burada birinci sualımızı oxuyaq. Sualdan əlavə bizdə mətnin əvvəlində baxın kiçik bir sual verib bizə. Əvvəllər belə bir fikir var idi ki, yalnız insanlar hafizə və zəkaya sahibdirlər. Ancaq müşahidə və eksperimentlər bəzi heyvan və quşların da ağıllı və hafizəli olduqlarını sübut edib. Bu canlıların hansı xüsusiyyətləri intellekt göstəricisi sayıla bilər? Baxaq burada nələr var. Suallara baxaq birinci. Gəlin, birinci sual A bəndində bizə qeyd edir ki, mətnin nömrələnmiş hissələrində heyvanların hansı əqli xüsusiyyətlərindən danışılır? Burada mən oxumuşam mətni, nələrdən danışılır qısa və məlumat verim. Sidr quşunun xatırlamasından danışır bizə, nəyi hara qoyduğu, yəni 100 minə yaxın toxum qoyursa, onun 90%-ni tapa bilir. Buna gəlin yaddaş deyə bilərik. Yaddaşı yaxşıdır ki, və yaxud xatırlama deyə bilərik. Xatırlama deyə bilərik. Növbəti qarğadır, qarğa alətlərdən və əşyalardan düzgün istifadə eləyir, öz yeminə çata bilir. Burada məntiqi, belə deyək, düzdür, məntiqi daha çox insanlara xasdır. Yəni bir şeydən düzgün istifadə yaza bilərik. Düzgün istifadə və yaxud istifadə etdiyin hansı nəticəyə gəldiyini bilir. Məsələn, burada çubuqların köməyi ilə yemi çıxardır. Yəni, çubuqlarla gedir, nəticəni görür. Nəticə çıxarma yaza bilərik buna, məsələn. Nəticə çıxarma. Növbəti nə istəyir bizdən? Burada delfindən danışır. Delfin aynada özün görür. Delfin üstün rəngləyirlər, aynada özün görür, tanıyır. Tanıyırsa başlayır öz üzündəki boyanı silməyə. Buna tanıma yaza bilərik. Tanıma yaza bilərik. Fillər sevinc və kədər kimi müxtəlif duyğuları nümayiş etdirə bilirlər. Burada hiss etmə yaza bilərik, məsələn. Hiss etmə yaza bilərik. Növbəti gəlir nə? Uzun illər hesabı, şimpanze. Şimpanzenin bir şeylər düzəltmə. Fincan düzəldir, su içir. Yaratma var bunda. Yaratma. Burada isə xoruzlar toyuqları xəbərdar yeni tapdıqda bir cür, təhlükəli seçici isə başqa cür. Burada eşitmə, belə deyək, eşitmə. Bu, belə deyək, bir səslə eşidirlər və o səsə reaksiya verirlər. Bu intellektin bu növlərinə burada rast gələ bilirik. İntellekt mi deyək, anlama mı deyək, onun bir növlərinə rast gələ bilirik və mən belə adlandırıram. Siz necə adlandırırsa yorumlarda yaza bilərsiniz. İntellekt anlayışı barədə fikir yürüdün. Sxemdəki baxın, yaratmağı biz nəyə aid elədik? Yəni, intellektin növləri var idi. Yaratmağı şimpanze yaratdı, sonra qarğa nəticə çıxardı. Dərk etmək, anlamaqda biz fili deyə bilərik. Fil pisini və yaxşını anlayır. Təhlil etməyə qalsa, təhlil etməyi mən burada heç birini aid edə bilmədim. Siz bilmirəm, aid etdinizmi, etmədinizmi? Nəyi necə təhlil eləyirlər? Baxın, bu xatırlama var. Təhlil etməyə qarşı bu mətindən əlaqələndirə bilmədim məzmundan, amma belə deyək də, nəticə çıxarmaya qarğana da var idi o. Bir şey təhlil eləyir və ondan gözləyir, nəticə çıxarır, bir işin sonuna qədər addımlayırsa, bunu da qarğaya deyə bilərik. Yəni, intellektin bu növlərinə nəinki insanlarda, hətta heyvanlarda, quşlarda, bəzi canlılarda da rast gəlmək olur. Keçirik növbəti suala. Deyir ki, girişdə verilmiş suala münasibət bildirməklə mətnin sonluq hissəsini yazın. Əsas hissədəki faktlardan və əlavə bilgilərdən istifadə edin. Əlavə bilgilər sizin öz bilgiləriniz olsun. Yazını mən demişəm, bütün mövzu izahlarında bildirmişəm ki, mən yazıları izah etmirəm. Yazılar sizin təxəyyülünüzün məhsuludur. Bunu siz özünüz yazmalısınız ki, insanlarla heyvanların, quşların anlama fərqlərinin, yəni insanlar necə anlayır, heyvanlar necə anlayır. Yəni, belə deyim də, insanlar şüurlu şəkildə anlayır, heyvanlar müşahidə şəklində anlayırlar, bəlkə də vərdiş halına gətirirlər, o cür anlayırlar. Bu, sizə qalan bir hissədir. Delfinlər haqqında bildiklərini xatırlayın. Yəni, delfinlər haqqında nə bilirik? Delfinlər haqqında biz daha çox, belə deyək də, sirklərdə, hovuzlarda görürük delfinləri. Delfinlər daha çox, necə deyərlər, delfinlər daha çox
insanlara yaxın olurlar, onları daha da əhəlləşdirmək olur. Gəlin bununla bağlı dinləmə mətnimiz var. Dinləmə mətnində də delfinlər haqqında məlumat alacağıq. Dinləyək bunu. İki dənə mətnimiz var. Biri bala delfindir. Bala delfin. Xəfif yaz küləyi dalğaları sahilə tərəf qovurdu. Bir neçə delfin şən səslər çıxararaq dalğaların üzərində atılıb düşürdü. Uzaqdan mühərrikli qayıq göründü. Delfinlər qayığı görəcək ona tərəf üzməyə başladılar. Qayığı dövrüyə aldılar. Qoca balıqçı gətirdiyi balıqları onlara tərəf uzatdı. Delfinlər qəribə səslərlə sanki qocanı salamladılar və balıqları onun əlindən alıb yedilər. Qoca balıqçı delfinlərlə sağollaşıb mühərriki işə saldı. Qayıq yerindən tərpənəndə delfinlər həmişəki kimi cərgələnib qayıqla yarışa başladılar. Onlar gah qayığın yanı ilə üzür, gah da önünə keçib suya baş vurur, şən səslər çıxarırdılar. Birdən bala delfin sürətlə gedən qayığa çırpılıb yaralandı. Bunu görən balıqçı özünü suyun üzərində hərəkətsiz qalan delfin balasına yetirdi. Ətrafındakı delfinlər elə bir haray qoparır, nalə çəkirdilər. Yaralı delfinin anası isə burnunun ucu ilə ona toxunub yanıqlı səslər çıxarırdı. Elə bir gözləri ilə qoca balıqçıya yalvarır, balamı xilas et, deyirdi. Qoca üzünü ana delfinə tutub, sənə söz verirəm, balanı sağ-salamat sənə qaytaracağam, deyib mühərriki işə saldı və yaxınlıqdakı delfinariyə yollandı. Ora qocanın tək ümid yeri idi. Qızı Darya orada delfin tərbiyəçisi idi. Ana delfin yaralı balasının arxasınca baxıb haray çəkir, özünü sahilə atmaq istəyirdi. Yanındakı delfinlər isə onun qarşısını kəsib, nəsə deyirmiş kimi qəribə səslər çıxarırdılar. Ertəsi gün hovuzun bir küncünə sığınmış bala delfin gözünü açıb, qorxu, təəccüb dolu nəzərlərlə ətrafa baxdı. Birdən ona elə gəldi ki, anasının səsini eşidir. Sevindiyindən atlanmaq istədi, amma bacarmadı. Səsini yüksəldib elə bil, ana, mən buradayam, dedi. Bütün gecəni sahildə dayanıb, ümidlə balasını səsləyən, onu gözləyən ana delfin, balasının səsini eşidəndə suyun üzündə rəqs edirmiş kimi dövrələr vurmağa başladı. Beləcə aylar ötdü. Bu müddətdə balıqçının qızı Darya bala delfinin qayğısına qalırdı. Bala delfin çətin günlərində yanında olan Daryaya xüsusi məhəbbət bəsləyirdi. Təlim zamanı onun bütün tapşırıqlarını yerinə yetirirdi. O, nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı söndürməyi, voleybol oynamağı, rəqs etməyi öyrənmişdi. Artıq onu delfinariyə gələn qonaqların qarşısına çıxarırdılar. O hamının sevimlisinə çevrilmişdi. Sahildə böyük izdiham vardı. Qoca balıqçı delfini anasına təhvil verəcəkdi. Hamı həmin anı səbirsizliklə gözləyirdi. Darya göz yaşları içində son dəfə dostunu qucaqlayıb burnunun ucundan öpdü. Delfin heç nə başa düşmür, çaşqın-çaşqın ağlayan Daryaya baxırdı. Delfin birdən anasının səsini eşitdi. O da qırıq-qırıq səslər çıxarmağa başladı. Qoca balıqçı üzünü qürurla ana delfinə tutub, mən sözümü tutdum, balanı sağ-salamat gətirdim, dedi. Ana delfinin kiçik gözlərində minnətdarlıq dolu bir ifadə vardı. O burnunu balasının burnuna toxundurub əzizləyirdi. Bala delfin
sanki birdən ayıldı və delfinlərdən ayrılaraq özünü sahilə, qumların üzərinə tulladı. Bu mənzərədən hər kəs dəhşətə gəlmişdi. Darya tez özünü çatdırdı. Onu qucaqlayaraq, "Niyə belə etdin axı? Yaralanarsan," deyib ağlamağa başladı. Bala delfin isə çırpınaraq həyəcanlı səslər çıxarırdı. Adamlar delfini çəkib suya saldılar. Amma o, Daryanın getmək istədiyini görəndə yenə sahilə atıldı. Burnunu Daryanın üzünə sürtüb, körpə kimi qığıldadı. Sanki deyirdi, "Məni qoyub getmə." Deməli, burada nə hiss elədik? Burada hiss elədik ki, gəlin ikinci C variantına baxaq. İndi bunun davamını deyəcəm sizə. Mətnlərin növünə görə heyvanlardan bəhs olunur, heyvanların bacarıqlarından bəhs olunur, heyvanlara olan sevgidən bəhs olunur burada. İki mətnin ideyasına görə heyvanların da intellekti var anlamına gəlirik. Heyvanla insan arasında dostluq, sevgi münasibəti, yəni dost sevgisi yarandı və bu ona onun ayrılmamasına gətirib çıxarırdı. Burada belə bir şey var ki, sonluq hissəsini siz necə yazardınız? Bu sonluq hissəsini siz necə yazardınız? Yazarsınız. Gəlin, bəs sonluq hissəsi necə oldu bunun? Biz ona baxaq görək. Bala delfin, sonluq. Axırda hamı bir nəfər kimi bala delfinin delfinariyaya qaytarılmasına qərar verdi. Axı bu gedişlə özünü o yaralaya və ya öldürə bilərdi. Adamlar bala delfini delfinariyaya aparanda, o sahildən biraz aralıda onu gözləyən anasına baxıb, şən və uzun bir səs çıxardı. "Elə bil, salamat qal ana, darıxma mənim üçün," deyirdi. Ana delfin də fərqli səslə ona qarşılıq verərək, "Sən buraya aidsən, hara gedirsən?" deyirdi elə bil. Hər il bala delfinlə Daryanın çıxışlarını izləmək üçün delfinariya minlərlə adam gəlir. Hər kəs bu sevimli cütlüyü ayaq üstə alqışlayır. Bəs görəsən, bala delfini uçsuz bucaqsız dənizə ataraq kiçik bir hovuza bağlayan, onu anasından və başqa delfinlərdən ayıran nədir? Bu, delfin dilində qığıltı ilə ifadə edilən sevgidir. Bəli, gördüyünüz kimi mətnin axırı belə bitir və dostluq və sevgi qalib gəlir. Keçək biz debat mövzusunda mən izah etməyəcəm. Debatı siz öz ya müəllim sinifdə şifahi şəkildə eləyəcək, ya da yazılı şəkildə təqdimat hazırlayacaqsınız. Gəlirik, müqayisə cədvəlini oxuyun. İtlər və pişiklər haqqında məlumat verib, mənə görə gəlin burada itlər daha ağıllıdır. Çünki pişiklər burada tabi olmaq istəmirlər, sadəcə işləri azdır, amma itlər daha çox xilaskar rol oynayırlar, evin keşikçisi olurlar, ovçu itlər olurlar və öyrədildikdə 3000-dən artıq əmri yerinə yetirirlər. Yəni bunların intellektləri pişiklərdən, gəlin buna bir quş, buna da bir X işarəsi qoyaq ki, biz itlərin tərəfdarıyıq. Sizin qərarlarınıza məhkəmə müəllimimizə bildirərsiniz. Deməli, memar canlılar mövzusunda bu haqda da araşdırma və təqdimat hazırlanmalıdır. Çardaqlar haqqında, ondan başqa çardaq quşu haqqında, termit yuvası haqqında, sonra nə var burada? Arı pətəyi, qunduz yuvası haqqında əlaqələr, necə deyərlərsə, əlaqələr nədir? Mətnlər və təqdimatlar hazırlayacaqsınız. Mən burada qısaca sizə bir şəkillər göstərmişəm. Arı yuvasının quruluşu haqqında belə bir şəkildir. Bunun haqqında siz təqdimat hazırlaya bilərsiniz. Altı bucaqlı olur, ora bal yığılır. Termit yuvası da çox nadir yuvalardan biridir. Onların hündürlüyü hətta bu hündürlüyündə ola bilir. Bu haqqında araşdırma aparacaqsınız. Çardaq quşun yuvası yəqin ki gördüyünüz kimi ağacda olur, samandan düzəlir. Gördüyünüz kimi yumurtaları orada saxlayır. Qunduz yuvasını axtarmışam, qunduz yuvasını tapa bilmirəm. Yəqin ki qunduz yuvasını tapsanız
YouTube-da olan videosuna baxıb təqdimat hazırlaya bilərsiniz. Növbəti təqdimata hazırlaşarkən nə etmək lazımdır? Bunun haqqında da araşdırma bir neçə mənbəyə müraciət edin. Araşdırdığınız əsas məlumatları açar sözlər və cümlələr şəklində qeyd edin. Yəni bu uşaqlar, araşdırma və yazılar bəzən mən sizin tam hazır olmağınızı istəmirəm. Bir neçəsini siz özünüz də çalışmalısınız. Özünüzün araşdırma qabiliyyəti inkişaf etməlidir. Keçirik qaydalara. Ahəng qanunu 2 və 4 cür yazılan şəkilçilər. Ahəng qanunu, baxın, hansı heyvan adları sahitlərin hamısı, baxın, incə, bunlar qalın, incə, qalın incə, qalın. Sözün ahəng qanunu əsas qruplaşdırın. Ahəng qanunu dediyimiz uşaqlar, sözdə qalın və ya incə sahitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Yəni sözdə ya qalın olmalıdır, ya da incə olmalıdır. Qarışıq olanda ahəng qanunu tabe olmuş sayılmır. Baxın, qəribə yazacağıq, belə deyək də, qəribə ahəng qanununa, qəribəni yazırıq bura, incə sahitlərin ahəngi. Qəribə. Torpaq, qalın sahitlərin ahəngi, torpaq. Görə yerləşdirə biləcəyik. Çiçək, incə sahitlər. Çiçək. Ağıl, qalın. Ağıl, qalın. Ziyalı, qarışıqdır. Ona görə ahəngə tabe deyil. Ziyalı. Dövlət, incə. Dövlət. Yuva, qalın. Nişan, tabe olmayan. Nişan. Heyvan, tabe olmayan. Həm qalın var, həm incə. Mürəkkəb, tabe. Mürəkkəb. Toyuq, qalın. Toyuq. Dərin, incə. Dərin. Dərrakə, qarışıq. Qə. Nəyə oxşadı bu? Dərrakə. Bünövrə, incə. Buraya yazaq. Bünövrə. Qida, qarışıq. Qida. Bu çalışmayı yerinə yetirmiş olduq. Keçirik növbətiyə. Göy rəngdə verilmiş şəkilçinin qarşısındakı sözləri əlavə edin. Şəkilçinin saytını necə dəyişdiyini görə heyvanın göy rənglə verilmiş şəkilçinin qarşıdakı sözlər şəkildəki saytını necə dəyişdiyini. Heyvanın, qunduzun, pələngin, öküzün. Ağacda, kənddə, kitabda, döyüşdə. Deməli, bu o deməkdir ki, şəkilçilər haqqında sizə məlumat 2 və 4 cür yazılırlar. 2 cür yazılanların tərkibində da, də, a, ə şəkilçiləri, 4 cür yazılanlarda ın, in, un, ın, yəni i, u şəkilçiləri iştirak edir. 2 cür yazılan şəkildə qoşulduğu sözün son saytının qalın və ya incə olmasına görə. Gördüyünüz kimi, qalındır, incədir. Qalındır, incədir. 4 cür yazılanlar isə son samit həm qalın, həm incə, həm dodaqlanan, həm də dodaqlanmayan olmasına görə dəyişir. I, i, u, ü. Yəni, əgər qalın dodaqlanmayandırsa, qalın dodaqlanmayan I, qapalı və yaxud I, qapalıdır, incədir, U, qalın dodaqlanandır, Ü, incə dodaqlanandır. Gəlin, bu yerdə çalışmaları işləyək. Sözlərdəki şəkilçiləri müəyyən edin. 2 cür yazılan, 4 cür yazılan şəkilçilərlə bağlı qaydanı tamamlayın. Külək, baxaq. Küləkdən, atadan, meşəyə, almaya, maraqlı, lılilolu, südlü, lılili və sulu. 2 cür yazılan şəkilçilərin tərkibində ə də var, düzdür. Ə, a. Ə, a. 4 cür yazılanlara dedim I, I, U, Ü sahitləri iştirak edir. Növbəti sonuncu çalışmamız. Nümunəyə əsasən sözlərdəki şəkilçilərin 2 cür yazılan və ya 4 cür yazılan olduğunu göstərin. Ağacların, deməli, üzümçü, üçün üstündə yazırıq 4, 4 I var, oyunçudan 2 var, gördülər, görməkdən gördü, bir dənə də ikili, şagirdlər 2, in 4, yaxınlaş 2, d 4, meydan, ça 2, lar 2, in 4, idman, ç 4, lar 2, cəsarətli 4, 4, küçələr 2, 2. Bununla da bu bölmənin tapşırığını bitirdik. Meşə simfoniyası mətnində görüşərik. Hələlik.